Bugün sizə Polşada PESEL necə alınır onu izah edəcəm. İlkin olaraq növbə götürürsüz. Növbə götürdükdən sonra informasiya yaxınlaşırsınız və belə bir form əldə edirsiniz. Formu əldə etdikdən sonra isə bu formun doldurma qaydasını sizə izah edəcəm. İndi birinci başlayaq burdan. Deməli, burada əgər etibarnamə vermişsə, kimsə sizin yerinizə alacaqsa, onda o şəxsin adı yazılır. Çünki o şəxs üçün doldurur bu formu. Amma özünüz eləyirsinizsə, bu yerləri boş qoyursunuz və buradan küçə adını yazırsınız. Buradan bina nömrəsi, buradan mənzilin nömrəsini, buradan poçta kodunu, burada da məsələn Varşavada yaşayırsınızsa Varşava qeyd edirsiniz, Krakovda yaşayırsınızsa Krakov qeyd edirsiniz. Burada adınızı qeyd edirsiniz, ad, burada soyad, burada qadın və yaxud kişi və burada doğulduğunuz tarixi yazırsınız. Burada məsələn hardan anadan olmusunuz, Azərbaycan yaza bilərsiniz. Buradakı hər şey böyük hərflərlə yazılmalıdır və polyak dilində yazılmalıdır. İkinci səhifə burada da digəri seçirsiniz. İnneni seçirsiniz. Burada Azərbaycan yenə yazırsınız. Azərbaycan vətəndaşı olduğunuz zaman polyak dilində yazılmalıdır. Ondan sonra bura boş qoyulur. İkinci bura pasportun seriya nömrəsi yazılır. Burada pasportun etibarlılıq müddəti yazılır. Harda dünyaya gəlmisiniz onu yazmalısınız. Burada qalan hissələri boş buraxırsınız. Bu 4, 5, 6-cı punktları siz doldurmursunuz. Oradakı əməkdaşlar doldurur. Və ən sonda da bunu qeyd edeyim ki, burada 7-ci bənd var. Əgər sizin ev kontraktınız yoxdursa, 7-ci bəndə qanunla yazıb, ev kontraktı olmadan da PESEL ala bilirsiniz. 8-ci hissədə hansı ujnotdan müraciət etmisiniz, məsələn, Varşavadadırsa, Varşava qeyd edirsiniz və həmin günü tarixi qeyd edib, buradan da ad, soyad, imza atırsınız. Və beləliklə də doldurduğunuz bu formu bələdiyyəyə təqdim edirsiniz. Bələdiyyəyə təqdim etdikdən sonra sizə PESEL verilir və PESEL də bildiyiniz kimi hər yerdə lazım olur. PESEL-lə də profil zafanı açmaq olur. Profil zafanı da elektron imza deməkdir. İkinci videoda profil zafanı necə açılır, nələr lazımdır bu haqqında danışacağıq. Videonu bəyənməyi, paylaşmağı və bizi takip etməyi unutmayın.